Necədir? Qəşəngdir. Göz. Bizə lazımdır. Ay Allah, indi buradan çıxmayacağım. Bizə lazımdır otaq temperaturunda 7 ədəd yumurta. Unutmayın ki, yumurtalar mütləq otaq temperaturunda olmalıdır. Üç. Böyle yumurta sönmür. Dört. Ve son. 7. 7 yumurtanı bura əlavə elədim. Əlavə eləyəndən sonra mən yağı, yumurtanı, suyu birlikdə, hamısı birlikdə qoyuram mikserdə. Bir yarım saat mikserdə çalınır. Bizə lazımdır 2 stəkan şəkər tozu. Çox da doldurmuruq bu arada. Böyle dolu eləmirik. Bunu tək eləyəcəm ki, bu hansı ki də olur da əlimizdə alınmır biskvit. Bunu tək bir dənə, belə uzun da olsa, bezsəz də uzun da olsa mən bunu tək eləyəcəm ki, siz də rahat bişirə biləsiniz. Doldurmadım ki, düzdür? Baxın, doldurmadım. Biri var dolu. Doldurmuruq. Bilin ki, doldurmuruq. Başından bu qədər az. 3 qaşıq duru yağ. Duru yağ içində nəmliliyi əmələ gətirir. 3 qaşıq duru yağ. 1, 2, 3. Yarım stəkan ilik su. Hamısını əlavə elədik bura. Deməli, nədir? 7 yumurta, 2 stəkan şəkər tozu, 3 qaşıq duru yağ və yarım stəkan suyu, ilmanqı suyu. Bura əlavə elədik hamısı. Daha sonra nə edirik? Qoyuruq bunu mikserə düz yarım saat. Əl vurmuruq, burada qarışdırırıq. Mikserimizi işlədirik, heç yaxınlığına da gəlmirik. Sadəcə orada saata baxırsınız. Canım mikserim benim, canım mikserim. Mikserimle aşk yaşıyorum. Biraz başımız ağrıyacaq səsinə, ama olsun. Canımız sağ olsun. Əsas o da yaxşı düşsün. Tamamlanan kimi nə edirəm mən? Tez 2 stəkan yarım un, 2 stəkan yarım un. Daha sonra başladım. Baxın. Əllə keçirdə yavaş altdan üstə doğru qarışdırmalar. Çalışın, tıqtıqaş olsun. Mənim əlimdə şpalacadı söz yox. Yavaş bunu qarışdırsaz, altdan üstə doğru qarışdırsaz, həm köpü yatmayacaq, həm də yaxşı qarışacaq. Hər zamanki kimi spatula yoxundur.
Bilmiyorum, əslində var mıydı? Az eləyirəm mən, çox az qarışdıracağım. Bunu indi qəşəng səbirlə qarışdır. Nə olacaq? Dünya dağılmayacaq ki. Bu arada qızlar, mən uşağın öskürəyini bilirsiniz. Yavaş-yavaş şükür Allaha və yəqin ki vloglarımı izləyənlər bilər. Toğrul şükür yavaş-yavaş düzəlir. Nəfəs alması da düzəlir, müalicələr də gedir. Bir-iki analizlərimiz qalıb. Onu da həkim dedi ki, tam olaraq uşaq düzəlsin, biz rahat-rahat analizlərimizi verək. Bu dəqiqə dərman ata-ata deyir, mən ondan analiz götürə bilmərəm. Mənə gəlib, evdə yağlı kağız yoxdur. Bu qızın evində yağlı kağız yox imiş, ona görə məcburən mən də bu yağlı kağızlardan istifadə edəcəm. Olsun, indi insan başına iş gələr də, niyə? Nə olsun çəkiliş olanda, düz deyil. Biskvit bişirəndə çox vaxt bu hissələrdən çıxır. Bunun olmaması üçün biz nə edirik? Diametrini ayarladım. Bu hissə var ki, bura yapışır. Daha sonra bu hissəni necə eləyirəm? Baxın, bu hissəni belə etdik, doğrudur, qoyduq bura. Qoyuruq sobaya, 1 dəqiqə qalır, götürürük. Beşdə və bu hissələrini tutdum. Hazır. Oldu. Hazır olandan sonra 150 dərəcə, 150-170 dərəcədə 50 dəqiqə qapağını açmadan bişirirsiniz. Qaba əlavə eləyəndən sonra 3 dəfə çalışın. Yerə. Pişdi. Pişəndən sonra götürürəm. Baxın. Gətir bunu yaxından çək. Səsi eşidirsiniz? Biraz uzaq elə. Altını biraz ötürmüşüm ama olsun. Necədir? Qəşəngdir. Görürsən, nə qədər gəl ölçərdim bunu. Görürsünüz qıraqlara mən bayaqçı etdiyim üsulla heç birazdan bu gecə hazırlamayacağım. Bir gün deməli biskviti bişirməmişdən bir gün öncə hazırlayıb soyuducuya qoyanda daha rahat və daha yaxşı, qəşəng, eyni boyutda kəsmək olur. Bunun üzərinə qoyacağım, soyuyacaq.